Vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DİM test vəsaitindən köməkçi nitq hissələri haqqında olacaqdır. Birinci sual. Əskərlər toplaşmışdılar, amma zabitlər hələ gəlməmişdilər cümləsindəki bağlayıcının sinonimini müəyyən edin. Burada demək, bağlayıcımız amma bağlayıcısıdır və biz onu ancaq bağlayıcısından əvəz eləyə bilərik. Cavabımız B variantıdır. İkinci sual. Fərir sevinirdi. Ona görə ki, olimpiyadada qalib gəlmişdi cümləsindəki bağlayıcının sinonimini müəyyən edin. Ona görə ki, bağlayıcıdır və onun sinonimi çünki bağlayıcısıdır. Cavabımız C variantıdır. Üçüncü sual. Hansı cümlədə əmr ədatı yoxdur? A variantında məsələn ha əmr ədatıdır. B variantında D əmr ədatıdır. C variantında bax əmr ədatıdır. D variantında qoy gəlsənə əmr ədatıdır. Y variantında heç bir əmr ədatından istifadə olunmamışdır. Cavabımız Y variantıdır. Dördüncü sual. Hansı cümlədə ədat işlənməmişdir? Məgər siz sabah yola düşürsünüz? Məgər ədatdır. Siz ki mənə inanırsınız ki ədatdır. Ki bağlayıcı kimdə işlənir, amma bağlayıcı olduqda həm özündən sonra vergül işarəsi qoyulur, həm də özündən əvvəlki söz xəbər vəzifəsində işlənir. Dayan, mən də bir kəlmə deyim də. Baxın, burada də ədatdır. Yəni, dadə bağlayıcıdırsa, orada demək, biz həmin cümləyə həmçinin artıra bilirik. Mən də bir kəlmə deyim, həmçinin mən də, yəni bir başqası da deyib, həmçinin mən də deyim, həmçinin artıra bilirik. D variantında həyat sevincin qədər əzabın da şirindir. Burada qədər qoşmadır, əzabın da, yəni həmçinin əzabın da şirindir. Yəni həmçinin artıra biliriksə bağlayıcıdır. D variantında ədat yoxdur. Bu barədə heç kəsə bir söz demə, ha ədatdır. 5-ci sual. Hansı cümlədə ədat vardır? Arif, kitabı yerinə qoy. Burada ədat yoxdur. Qoy sözü ədat kimi işlənə bilər. O zaman ədat olur ki, biz qoy sözünü rahatlıqla cümlədən çıxaraq. Amma qoy sözünü cümlədən çıxara bilmiriksə, o zaman feildir. Ver cavabını, nə durumsan din. Burada di ədatdır. Cavabımız olur elə B variantı. Sən də Sevda da növbətçisiniz. Dadə C variantı da sadalama funksiyasını yerinə yetirir. Bağlayıcıdır. Tez gəl, gecikərik. Gəl sözünü cümlədən çıxarda bilmiriksə feildir. Sevil tək qayıtdı. Tək burada hərəkət bildirən sözlə bağlıdır, zərfdir. Tək sözü o zaman ədat olar ki, biz onu yalnız sözünlə əvəz eləyə bilək. Cavabımız olur B variantı. 6-cı sual. Hansı cümlədə ədat vardır? O bağda tək işləyir. Bir daha deyirəm, burada tək yenə hərəkətdən bağlıdır, zərfdir. Tək sözü ədat olsaydı, yalnızdan əvəz eləyə bilərdik. A variantında ədat yoxdur. Təzə nə xəbər var Mirzə? Nə sözü ədat kimi işlənə bilir, amma burada sual cümləsinin tərkibində işlənib əvəzlikdir. Məsləhətdir ki, onu görəsən. Ki ədat kimi işlənə bilər, amma burada 2-dən sonra vergül qoyulub, həm də özündən əvvəlki söz xəbər funksiyasını yerinə yetirir, bağlayıcıdır. Mən ki dəyməmişəm sənin xətrinə. Burada isə ki nədir? Buradakı ki ədat kimi işlənir. Həyətdəki səlqə səhmana diqqətlə bax. Baxı cümlədən çıxara bilmiriksə, feil kimi işlənmiş olur. Cavabımız D variantıdır. 7-ci sual. Bağlayıcıları müəyyən edin. A variantında can, qoşma, lapdır, didi, bunlar ədatdır. B variantında ki bağlayıcı ola bilər, bəsdir, dahadır, ədatdır. C variantında bircədən axı ədatdır, ancaq bağlayıcı da ola bilər. D variantında bəs ədatdır, hətta, yəni bağlayıcı da ola bilər. Y variantında ancaq ki, yəni hər üçü bağlayıcı kimi işlənə bilir. 8-ci sual. Kinin işlənmə məqamlarına əsasən düzgün ardıcılığı müəyyən edin. Sən ki belə deyildin. Burada ki nədir? Ədat kimi işlənmiş olur. Arzun budur ki, baxın 2-dən sonra vergül var və özündən əvvəlki söz xəbər vəzifəsindədirsə, bağlayıcı kimi işlənmiş olur. İndiki vəziyyət burada indi zərfindən indiki sifət əmələ gəlir, yəni leksik şəkilçi kimi işlənmiş olur. Cavabımız olur Y variantı. 9-cu sual. O uzun araşdırmalardan sonra nəhayət doğru cavabı da tapdı cümləsində hansı köməkçinin nitq hissələrinə aid sözlər işlənmişdir? O uzun araşdırmalardan sonra burada hal şəkilçili sözə qoşulub qoşmadı. Nəhayət modal sözdür. Salam, cümlə bitdi.
Doğru cavabı da, yəni həmçinin doğru cavabı da, həmçinin də artıra bilirsə bağlayıcıdır. Qoşma, modal söz və bağlayıcı. Qoşma, modal söz, bağlayıcı. Cavabımız olmalıdır B variantı. 10-cu sual. Oğlum, deməli sən də qardaşın kimi müəllim olmaq istəyirsən. Cümləsində hansı köməkçi diksiyələrinə aid sözlər işlənmişdir? Deməli, modal sözdür. Sən də, yəni həmçinin sən də bağlayıcıdır. Qardaşın kimi bənzətmə bildirən qoşmadır. Cavabımız olur D variantı. 11-ci sual. Sara adı xalq üçün ən sevimli ad olduğu nümunəsində işlənmiş köməkçi diksiyələrini müəyyən edin. Xalq üçün qoşmadır, ən ədatdır. Qoşmadan ədat 1-3. Cavabımız olur B variantı. 12-ci sual. Kəmal Atatürk'ü deyil ki, irslə övlada yetişə nümunəsində işlənmiş köməkçi diksiyələrini müəyyən edin. Kəmal Atatürk'ü deyil ki burada bağlayıcıdır. Özündən sonra vergül qoyulub. Nədir? Atatürk'ü deyil. Özündən əvvəlki söz də xəbər vəzifəsində. Demək ki, bağlayıcıdır. İrslə, yəni irs ilə də nədir? Vədən əvəz eləyə bilsək bağlayıcı, əvəz eləyə bilməsək qoşma kimi işlənmiş olur. Demək, bağlayıcıdan qoşma. Cavabımız olur C variantı. 13. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni tamamlayın. Demək, burada görək məntiq nədir? Əgər, hərgah, indiki, demək şərt bağlayıcılardır. Ona görə də madam ki, cavabımız olur B variantı. 14. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni tamamlayın. Həm də, hətta, habelə bunlar hamısı iştirak bağlayıcılardır. Həmçinin də iştirak bağlayıcısıdır. 15. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni tamamlayın. Ona görə ki, ondan ötürü ki, onun üçün ki və biz burada tamamlaya bilərik hansından? Çünki bağlayıcısından. 16. Bəli, bu işin öhdəsindən sən gələ bilərsən, Abbasqulu bəy cümləsindəki ədatın məna növünü müəyyən edin. Bəli ədatıdır. O da nədir? Təsdiq bildirən ədatdır. Cavabımız Y variantıdır. 17. Sözlərdən biri modal söz kimi işlənə bilər. Məncə sözü modal söz kimi işlənə bilər. Yəni cümlədə əvvəldə gəlirsə, özündən sonra ortada gəlsə, hər iki tərəfindən sonda gəlsə, özündən əvvəl vergül qoyulsa, modal söz kimi işlənir. 18. Sözlərdən biri modal söz kimi də işlənə bilər. Yəni həm modal söz kimi, həm də başqa nitq hissəsi kimi işlənə bilər. Burada düzü. Məsələn, sözün düzü desək, orada düz sifət kimi. Düzü bunu bilmirdim. Düzü, burada isə modal söz kimi işlənir. 19. Cümləsində deyir, köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Bəlkə modal sözdür. Ona görə modal söz variantı çıxaq. Bu mahnı lap ədatı çıxaq. Arazın o tayına dək qoşmadır çıxaq. Cavabımız olur B variantı. Bağlayıcıdan nida. 20. Yenə deyir, hansı köməkçi nitq hissəsi işlənməmişdir? Bəlkə modal sözdür. A variantını çıxaq. Bu axşam sən də, həmçinin sən də bağlayıcıdır. Bağlayıcıyı da çıxaq. Onun ilə qoşmadır. Şəhərə kimi yenə qoşmadır. Burada ədatdan nida işlənməyibdir. 21. Cümlələrdən birində qoşma işlənməmişdir. Şirin bir xatirə tək nədir? Bənzətmə qoşmasıdır. Yağışdan sonra hal şəkilçili sözə qoşulub qoşmadır. Səndən başqa qoşmadır. Kamil çantasının ağzını iplə, yəni ip ilə burada nədir? Qoşmadır. Arxı tullan sonra afərindir. Burada sonra qoşma deyil. Çünki burada sonra sözü müstəqil olaraq suala cavab verir. Cavabımız Y variantıdır. 22. Cümlələrin birində qoşma işlənmişdir. Başqa işlərə vaxt sərf etməyin. Burada başqa söz müstəqil suala cavab verir. Qoşma deyil. Həm də başqa bir məqama da diqqət eləyək ki, qoşma hal şəkilçili sözə qoşulur. Demək, qoşmadan cümlənin başlanmağı doğru deyil. Cəmil ilə Kərim. Cəmil və ləni vədən əvəz eləyə bilirsə bağlayıcıdır. Tək ondan ehtiyat edirəm. Tək sözü ayrı yazılıbsa və burada yalnız sözündən əvəz eləyirik ədatdır. Hər gün gəlib mənimlə görüşərdi. Mənim ilə. Burada ilə qoşmadır. Hər axşam sahildə tək gəzişərdi. Tək burada hərəkətdən bağlıdır. Zərf kimi işlənmiş olur. Demək, cavabımız olur D variantı. 23-cü sual. Arzu ədatı işlənmiş cümləni müəyyən edin. Arzu ədatı. Bu sənin həyatında ən əlamətdar hadisə idi.
burada ən ədatıdır. Ən qüvvətləndirici ədatdır. Arzu ədatı deyil. Yanıldım doğrusu, uyub aldandım. Burada ədat yoxdur, doğrusu modal sözdür. Elə şirin-şirin danışmağım var. Elə demək burada ədat kimi işlənir. Çünki elə suala cavab verməyən də ədat olur və dəqiqləşdirici ədatdır. Kaş ki düşməyəydim bu saraylara. Kaş ki nədir? Arzu ədatıdır. Cavabımız D variantıdır. Bəli də təsdiq ədatıdır. 24. Nida işlənmiş cümlə hansıdır? Gedin, yanılmışdı sizi göndərən. Burada nida cümləsidir, amma tərkibində nida yoxdur. A məşədir. Bax, burada A nədir? Çağırış nidasıdır. Cavabımız B variantıdır. 25. Nida işlənmiş cümlə hansıdır? Bəs nə vaxt gələcək? Bəs ədatdır. Ay uşaq. Ay burada nədir? Nida kimi işlənmiş olur. Cavabımız B variantıdır. 26. Sözlərdən birini əsas nitq hissəsi kimi işlətmək olmur. Sanki burada əsas nitq hissəsi olmur. Sanki yalnız modal sözdür. Müxtəsər, məsələn deyərik müxtəsər cümlə, necə cümlə? Sifət kimi işlənər. Ah, ah, ahım dağlara, ah isim kimi işlənər. Deyəsən feil kimi işlənər. Kimi əvəzlik kimi işlənər. 27. Nə deyir bizə? Cümləsindəki bağlayıcının sinonimini müəyyənləşdirin. Burada ammadır. Ammanın sinonimi ancaq olar. Cavabımız C variantıdır. 28. Cümləsində modal sözlərin hansı məna növü işlənmişdir? Burada demək, əlbəttə, yəqinlik bildirən modal sözdür. Cavabımız olur Y variantı. 29. Cümləsində modal sözlərin hansı məna növü işlənmişdir? Şübhəsiz, şübhəsiz nədir? Təsdiq bildirən, yəni ki, yəqinlik bildirən modal sözdür. Cavabımız olur C variantı. 30. Xülasə, biz bu məsələni qəti şəkildə həll etməliyik cümləsində modal sözün hansı məna növü işlənmişdir? Xülasə nədir? Nəticə bildirən modal sözdür. Cavabımız C variantıdır. 31. Nəhayət bu işi təhvil verdik cümləsindəki modal sözün hansı məna növü işlənmişdir? Burada nəhayət nəticə bildirən modal sözdür. Cavabımız A variantıdır. 32. Hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir? A variantında sanki nədir? Modal sözdür. B variantında lap köməkçi nitq hissəsi ədatdır. C variantında köməkçi nitq hissəsi yoxdur. D variantında göz yaşı kimi qoşmadır. Y variantında və bağlayıcıdır. Cavabımız C variantıdır. 33. Leksik mənası olmayan sözləri müəyyən edin. Leksik mənası olmayan o deməkdir ki, köməkçi nitq hissəsi olsun. Əgər, lakin, lap, görə, bax, bunların hamısının leksik mənası yoxdur. Hamısı köməkçi nitq hissəsidir. Cavabımız olur A variantı. 34. Leksik mənası olmayan sözləri müəyyən edin. Yenə köməkçi nitq hissələrini tapmalıyıq. A variantındakı sözlərdən biz əsas nitq hissəsidir. Təkdir, tərəfdir, əvvəldir, həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənir. B variantındakı sözlər də əsas nitq hissəsi kimi işlənə bilirlər. Cavabımız C variantıdır. C variantındakı sözlərin hamısı yalnız köməkçi nitq hissəsi olur. 35. Cümləsində hansı köməkçi nitq hissələri işlənməmişdir deyir. Baxaq. Nar hamı üçün qoşma var. Qoşma var. Faydalı meyvədir. Ha belə bağlayıcıdır. Bağlayıcı olan variantda çıxaq. Demək, modal söz, ədat, nida yoxdur. Cavabımız olur Y variantı. 36. Nümunədə işlənmiş köməkçi nitq hissələrini müvafiq ardıcılıqla müəyyən edin. Məncə, özünə sonra vergül qoyulub modal sözdür. Cəmiyyəti elə Gəldiyev kimi, elə burada suala cavab vermədiyinə görə ədatdır. Gəldiyev kimi də qoşmadı. Cavabımız olur Y variantı. 37. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcılığını müəyyən edin. Əhməd, görəsən modal sözdür. Biz bunlar tək qoşmadır. Qəhrəman neftçi adını qazana biləcəyik mi? Mi də ədatdır. Cavabımız olur D variantı. 38. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcılığını müəyyən edin. Məncə modal sözdür. Sənin kimi qoşmadır. Nəcib insandan nə küsən olar, nə də inciyən. Nədir? Bağlayıcıdır. Modal söz qoşma bağlayıcı. Cavabımız olur A variantı. 39. Həm ədat, həm də əvəzlik kimi işlənən sözləri müəyyən edin. Demək, nə ilə necə. Məsələn, deyirəm, nə deyirsən? Sual cümləsində işlənirsə, sual əvəzliyidir. Nə gözəl havadır. Fikri qüvvətləndirirsə ədatdır. Elə yazma. Necə yazma? Suala cavab verirsə əvəzlikdir.
Elə mən də bunu deyirdim. Burada isə ədatdır. Necə deyirsən, sual cümləsində işlənirsə əvəzlikdir. Necə gözəl qızdır. Fikir qüvvətləndirirsə ədat kimi işlənmiş olur. 40. Həm əvəzlik, həm də ədat kimi işlənən sözləri müəyyən edin. Yenə A variantı olur. Necə, elə, belə. Belə sözdə həm əvəzlik, həm də ədat kimi işlənir. Suala cavab versə əvəzlikdir. Mən belə sənə inanmıram. Suala cavab vermirsə ədat kimi işlənmiş olur. 41. Nümunədə işlənmiş köməkçinin hissələrini müəyyən edin. Gedin kəndlilərə deyin ki bağlayıcıdır. Onlar daha ədatdır. Mənə vergi verməyəcəklər. 2-dən 3 cavabımız olur A variantı. 42. Nümunədə işlənmiş köməkçinin hissələrini müəyyən edin. Şadam ki bağlayıcıdır. Keyfini saz görürəm, amma yenə bağlayıcıdır. Təəssüf ki modal sözdür. Demək bağlayıcıdan modal söz 2-3 cavabımız olur A variantı. 43. Nümunədə işlənmiş söz hansının hissəsinə aiddir? Dalğalanır, çalxalanır, günə baxan zəmisi çatışmır. Bu dənizin yalnız beyaz gəmisi. Yəni ki, ancaq beyaz gəmisi çatışmır. Yalnızı ancaqdan əvəz eləyə bilirsə ədat kimi işlənmiş olur. 44. Nümunədə işarələnmiş söz hansının hissəsinə aiddir? Məgər ədatdır. Cavabımız D variantıdır. 45. Həm sifət, həm də ədat kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. Burada artıq və tək sözlərdir. Məsələn, deyirəm artıq adam, necə adam? Suala cavab verirsə, ismlə bağlısa olur sifət. Bir də var, deyirəm ki, artıq buranı tərk et. Yəni, daha buranı tərk et. Artıq dahadan əvəz eləyə bilirsə ədatdır. Tək əl, tək sözü ismlə bağlısa sifətdir. Tək sənə güvənirəm. Tək sözünü yalnızdan əvəz eləyə bilirsə ədat kimi işlənir. 46. Hansı sözlər həm əvəzlik, həm də ədat kimi işlənir? Elədir, necədir? 1-dən 2 cavabımız olur C variantı. 47. Hansı sözlər həm əvəzlik, həm də ədat kimi işlənir? Nə götürə bilərik, belə götürə bilərik. Elə 2-dən 5 cavabımız olur Y variantı. 48. Mən dərsdən sonra evədək piyada getdim cümləsindəki qoşmanın məna növlərini müəyyən edin. Dərsdən sonra zamandır, evədək də nədir? Məsafədir. Demək cavabımız olmalıdır B variantı. 49. Məlik iclasdan sonra zamandır, evinədək də nədir? Məsafədir. Cavabımız olur B variantı. 50. Sarı tərəf doğru qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Evə sarı, evə tərəf, evə doğru. Demək, istiqamət məzmununu bildirir və yönlük haldadır. Cavabımız olur B variantı. 51. Başqa qeyri-savayı özgə qoşmaları hansı məna növündədir? Nədir bunlar? Fərqlənmə. Səndən başqa, səndən qeyri, səndən özgə, səndən savayı fərqlənmədir və çıxışlıq halda olan sözlərə qoşulur. Cavabımız Y variantıdır. 52. Hansı cərgədəki bütün qoşmalar digər nitq hissələri ilə amonimlik təşkil edir? Məsələn, A variantındakılar yalnız qoşma kimi işlənirlər, başqa nitq hissəsi kimi işlənmirlər. B variantında demək, üçün işlənməz, amma özgə, məsələn, özgə adamlar, hansı adamlar, özgə söz sifət kimi, bir də səndən özgə, qoşma kimi işlənər. Sarı rəng sifət kimi, sarımaq feil kimi, bir də mənə sarı, qoşma kimi işlənir. Amma üçün sözünə görə götürmürük. C variantında dəkdir, elə ötürüdür, cəndir, bunlar hamısı yalnız qoşmadır. D variantında burada bir dənə ilə bağlayıcı kimi də işlənə bilər, vədən əvəz eləyə biləriksə bağlayıcı olar. Qabaq da, məsələn, deyirəm, səndən qabaq qoşmadır. Qabaq gəlmişdi. Nə zaman? Zərf kimi də işlənə bilər. Amma ötürüyə görə çıxdıq. Cavabımız Y variantıdır. Doğru sözünü biz sifət kimi işlədə bilərik. Doğru söz. Zərf kimi işlədə bilərik. Doğru danış. Və hal şəkilçili sözə qoşulsa qoşma kimi işlədərik. Evə doğru. Əvvəl. Səndən əvvəl hal şəkilçili sözə qoşulsa qoşmadır. Əvvəl gəldi. Müstəqil suala cavab versə zərfdir. Başqa adamlar müstəqil suala cavab verirsə sifətdir. Səndən başqa hal şəkilçili sözə qoşulursa qoşmadır. 53. Hansı cərgədəki bütün qoşmalar digər nitq hissələri ilə amonimlik təşkil edir? Məsələn, A variantında üçün olmaz. B variantında elə B variantı olar. Tək sözə bitişik yazılırsa qoşmadır. Bir də məsələn tək əl deyirəm, sifət kimi işlətmək olar. Sonra sözü hal şəkilçili sözə qoşulsa səndən sonra qoşmadır. Müstəqil suala cavab versə zərfdir.
Tərəf. Deyirəm, tərəflər razılaşdılar. İsimdir, mənə tərəf qoşmadı. Cavabımız B variantıdır. 54. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Di get, tez ol, tez qayıt, ha, xəbər çatar birdən şaha. Di get, di nədir? Əmrdir. Qayıt, ha, bu da yenə əmrdir. Demək əmrdir. Cavabımız D variantıdır. 55. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Bəs bizim ruhumuz məgər bir anda dolaşa bilərmi bu asmanda? Bəs sual ədatıdır. Məgər. Elə hamısı sualdır. Bəsdir, məgərdir, mıdır. Hamısı sual ədatıdır. Cavabımız olur D variantı. 56. Bənzətmə və müqayisə bildirən modal sözlərdən ibarət cərgəni müəyyən edin. Bənzətmə və müqayisə bildirən sanki elə bil. Bənzətmə və müqayisə bildirən modal sözlərdir və bunlarda vergül işarəsindən də istifadə olunmur. 57. Hansı cərgə yəqinlik bildirən modal sözlərdən ibarətdir? Yəqinlik demək, əlbəttə, şübhəsiz. Cavabımız olmalıdır D variantı. 58. Hansı cərgədə həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər işlənmişdir? Həm bağlayıcı, həm də ədat. Məsələn, A variantında ki olar, amma məgərdən hərçənd olmaz. B variantında olmaz. C variantı, hətta ki, yəni. Hətta ki, yəni həm bağlayıcı, həm də ədat kimi işlənir. Hətta da əvvəl vergül qoyulursa bağlayıcıdır, qoyulmursa ədatdır. Ki, yenə vergüldən işlənəndə bağlayıcıdır, vergülsüz ədatdır. Amma həm də bir məqama da diqqət etməliyik ki, kidən əvvəlki söz xəbər vəzifəsində işlənirsə, ki bağlayıcıdır. Ki bağlayıcısı yalnız mürəkkəb cümlədə işlənir, sadə cümlədə işlənmir. Amma ki ədatı sadə cümlədə də işlənir. Yəni sual cümləsində işlənsə ədatdır, yəni bunu da bilmirsən. Yənidən əvvəl vergül işlənəndə, yəni sual cümləsində işlənməyəndə bağlayıcı kimi işlənir. 59. Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənə bilən sözlər elə və nə sözlərdir ki, həm əvəzlik, həm də ədat kimi işlənirlər. 60. Həm qoşma, həm də sifət kimi işlənən sözlər başqa doğru, başqa adamlar, hansı adamlar sifətdir, doğru söz sifətdir. Səndən başqa qoşmadır, evə doğru qoşmadır. 61. Nümunələrin birində nida işlənmişdir. Ah, elə A variantında ah nədir? Nida kimi işlənmişdir. 62. Cümlələrin birində nida işlənmişdir. Görünür günəşə iştaham vardı, burada yoxdur. Kipriklərin də ox, qaşların da yay, burada ox isim kimi işlənib. Qartal ox kimi, ox yenə isimdir. Ox Nayman ananın düz ürəyinə dəydi. Ox yenə isimdir. Ay qardaş, burada ay nədir? Çağırış nidasıdır. Cavabımız olur Y variantı. 63-cü sual. Cümlələrin birində nida işlənmişdir. Bəs nə vaxt gələcək? Burada yoxdur. Ey. Ey nədir? Nida kimi işlənmiş olur. Cavabımız B variantıdır. 64. Hansı cümlədə iki ədat işlənmişdir? Qarşıda olduqca gözəl meşə vardı. Burada bir dənə olduqca ədatı var. O niyə gəlmədi ki? Burada bir dənə kidir. 3 gündən sonra imtahan başlayır. Burada bir dənə cədir. Dostum, yəni İlqar təzə gəl. Burada ümumiyyətlə ədat yoxdur. Yəni burada bağlayıcıdır. Artıq vaxt yetişib qoy gəlsin. Artığı daha da əvəz eləyə bildik ədatdır. Qoyu da cümlədən çıxarda bildik, yenə ədatdır. Cavabımız olur Y variantı. 65. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Son zamanlar nəsə iş düz gətirmirdi. Burada zərfdir, hərəkətlə bağlıdır. Anası düz deyirdi, burada da zərfdir. Bir düz danış, hərəkətlə bağlıdır, zərfdir. Kamran gəlib düz Samirənin qarşısında dayandı. Düzü burada nə edirik? Lapdan əvəz ediriksə ədatdır. Əhməd dəftərə düz xətt çəkdi. Necə xətt? Burada sifətdir. Cavabımız demək D variantıdır. 66. Nidalardan ibarət cərgəni müəyyən edin. Nida. Məsələn, A variantında xox olar, amma məhz ha ədatdır. Bəh-bəh, kaş, ayaman. Demək, B variantında kaş ədatdır. C variantındakılar da ədatdır. D variantında vay, ay, aha. Bunlar nədir? Nidalardır. Cavabımız olur D variantı. 67. Nidalardan ibarət cərgəni müəyyən edin. Ay, vay, ah. Bunlar yenə nədir? Nidadır. 68. Bizə doğru yönələn ittihamda doğru münasibət axtarırdıq. Bizə doğru hal şəkilçili sözə qoşulub qoşmadı. Doğru münasibət ismin əvvəlində gəlibdir. Bu da sifətdir. Qoşma və sifət. Cavabımız olur Y variantı. 69. Kimi qoşması tək qoşmasının sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı məna bildirir? Sənin kimi, sənin tək.
yəlik halda və bənzətmə məzmunu bildirmiş olur. Cavabımız C variantıdır. 70. Kimi qoşması tək qoşmasının sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir? Evə kimi, evədək, evə kimi yönlük haldadır və istiqamət məzmunu bildirmiş olur. Evə kimi istiqamət yox, daha doğrusu məsafə məzmunu bildirmiş olur. Cavabımız olur C variantı. 71. Düzü həqiqətən müxtəsər nəhayət sözlərin modal sözlərin mənaca hansı növlərinə daxildir? Düzü həqiqətən bunlar yəqinlikdir. Müxtəsər nəhayət bu da nəticədir. Cavabımız olur A variantı. 72. Hansı cümlədə həm modal söz, həm də nida var? Ura nidadır, nəhayət də modal sözdür. Ona görə də cavabımız olur A variantı. 73. Birində çağırış bildirən nida var. Ay, 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 gör nə elədim, burada yox. Ehey, uşaqlar, məni də gözləyin. Ehey nədir? Çağırış nidasıdır. 74. Hansı söz suala cavab vermir, yəni köməkçinin diksiyası olmalıdır. Ona görə də cavabımız A variantıdır. 75. Hansı söz suala cavab vermir, köməkçinin diksiyası olan kaş. 76. Qoşmalardan biri ismin yönlük halı ilə işlənə bilmir. Məsələn, evə qarşı, evə sarı, evə tərəf, evə doğru, sonra çıxışlıq halda olan sözlərə qoşulur. Cavabımız E variantıdır. Çıxışlıq halda olan sözlərə qoşula bilən qoşma hansıdır? Səndən əvvəl, əvvəl qoşmasıdır. 78. Çıxışlıq halda olan sözlərə qoşula bilən qoşma demək, məsələn, 2000-ci ildən bəri A variantıdır. 79. Həm əsas, həm də köməkçinin diksiyası kimi işlənə bilən söz hansıdır? Burada çox sözdür, çox sözü. Məsələn, çox adam sifətin əvvəlində gəlirsə say kimi, çox danışdı. Feilin əvvəlində gəlirsə zərf kimi. Çox gözəl, çox sözü. Əgər sifətin əvvəlində gəlirsə, demək, bir daha deyirəm, çox sözü ismin əvvəlində gəlirsə say. Feilin əvvəlində gəlirsə zərf, sifətin, zərfin əvvəlində gəlirsə ədat kimi işlənir. 80. Həm əsas, həm də köməkçinin diksiyası kimi işlənə bilən söz hansıdır? Qoy sözüdür ki, qoy. Kitabları yerinə qoy feildir, qoy sözünü desin ədatdır. 81. Birində də bağlayıcıdır, sən də bizə gəl. Yəni həmçinin sən də bizə gəl. Həmçinin artıra bildiyimiz nədir? Bağlayıcıdır. 82. Birində da bağlayıcıdır, daim da həkimdir. Yəni bir başqası da həmçinin daim da həkimdir. Cavabımız olur A variantı. 83. Ancaq sözü hansı cümlədə bağlayıcıdır? Ancaq sözü əgər bağlayıcıdırsa özündən əvvəl vergül qoyulmalıdır və biz onu amma sözünlə əvəz eləməliyik. Söz ancaq sənə aiddir, yalnız sən əvəz eləyirik ədatdır. Şəhərə ancaq sən getməlisən, yalnız sən getməlisən ədatdır. Çay hazır idi, ancaq içməyə vaxt tapmadım. Ammadan əvəz eləyirik, bu bağlayıcıdır. Şeiri yalnız Dəniş yaxşı söylədi, yalnız ədatdır. Leyla yalnız Əhmədlidəki evi bəyənirdi, yalnız yenə ədatdır. Cavabımız C variantı. 84. Ancaq sözü hansı nümunədə bağlayıcıdır? Sən ancaq meyvələr yığ, yalnız sən əvəz eləyirik ədatdır. Ali təhsilli idi, amma işləmirdi. Bax, burada amma nədir? Bağlayıcıdır. Kənddə ancaq Fərid qalmışdı, yalnız. Digərlərində demək, digər məqamlarda yalnız ədat kimi işlənmiş olur. 85. Verilən sözlər içərisində hansı qoşmanın sinonimi yoxdur? Tərəf, evə tərəf, əvvəl, səndən əvvəl yoxdur deyir bizə. Evə tərəf, evə doğru olar. Səndən əvvəl, səndən qabaq olar. Sənin tək sənin kimi olar. Səndən başqa səndən savayı olar. Sonranınki yoxdur. Cavabımız D variantıdır. 86. Hansı sərgidəki sözlər yalnız köməkçinin diksiyası kimi işlənir? Məsələn, A variantında kimidir, nədir, əvəzlik kimi, doğrusu sifət kimi işlənir. Cavabımız B variantıdır ki, B variantındakı sözlər yalnız köməkçinin diksiyasıdır. 87. Köməkçinin diksiyələrindən ibarət sıranı müəyyən edin. A variantında casına şəkilçidir. Elə B variantındakılar mıdır, cadır, ladır, köməkçi nitq hissələridir. 88. Köməkçi nitq hissələrindən ibarət cərgəni tamamlayın. Məsələn, A variantında sız şəkilçidir. B variantında ca, sana, can. Bax, bunlar nədir? Köməkçi nitq hissələridir. 89. Hansı cərgidə sözlərin hamısı köməkçi nitq hissəsi kimi işlənə bilir? Yəni, həm əsas nitq hissəsi kimi də işlənsin, həm də köməkçi nitq hissəsi kimi də işlənir. Kimi, biri, bəzi. Kimi, məsələn, burada əsas nitq hissəsi də kimdə olur? Köməkçidə.
biri, amma bəzi olmaz. Sonra B variantında düzgün olmaz. C variantında həmin olmaz, hər olmaz. D variantında doğrusu sifət və modal söz kimi. Görəsən feil, modal söz, bax, ədat və feil kimi işlənir. Demək, D variantındakı sözlər həm əsas, həm də köməkçi nitq hissəsi olur. Y variantında da axırıncı əsas nitq hissəsidir. Köməkçi nitq hissəsi olmaz. 90. Hansı cümlədə köməkçi nitq hissələrinə aid nümunə yoxdur? A variantında məncə yalnız var. B variantında səncə üçün var. C variantında sanki hərgah var. D variantında hərdən incə yalqız. Bunlar nədir? Köməkçi nitq hissələridir. Cavabımız olur D variantı. 91. Şeir parçasında hansı köməkçi nitq hissələri işlənmişdir? Gecələr sayrışarkən ulduzlar lalə kimi, kimi burada nədir? Qoşmadır. Ən yaxın bir adamla ən ədatdır, qoşma ədat. Elə cavabımız olur A variantı. 92. Sözə qoşularaq zaman mənası yarada bilən qoşmaların cərgəsini müəyyən edin. Zaman mənası. Demək, səndən özgə bu yox. Sözə qoşularaq. Məsələn, 2000-ci ildən bəri, 2010-cu ildən qabaq, 2010-cu ildən sonra sözə qoşulur və zaman məzmununu bildirir. Cavabımız B variantıdır. 93. Sözə qoşularaq məsafə mənası ifadə edən qoşmaları müəyyən edin. Məsafə. Evə qədər tək olmaz, evə tərəf, evə sarı, evə doğru. Bu istiqamətdir. Evə kimi, evə qədər tək yenə olmaz. Evəcən, evə kimi, evədək. Bax, bu nədir? Məsafədir. Cavabımız D variantıdır. 94. Arzu ədatı işlənmiş cümləni müəyyən edin. Elə A variantında kaş arzu ədatıdır. 95. Əmr ədatı işlənmiş cümləni müəyyən edin. Qoy narazılıq olmasın. Qoy nədir? Əmr ədatıdır. Çünki rahatlıqdan cümlədən çıxarda bilirik. Narazılıq olmasın. 96. Qonşular da bu məsələ haqqında səncə düşünməlidirlər. Səncə iki tərəfdən vergüllə ayrılsa, bu zaman modal söz olar. Vergül qoyulmadıqda sən əvəzlikdir, C sən qədər, C qoşma kimi işlənmiş olur. Amma vergül olarsa modal sözdür. Yenə 97-də də o tiplidir. Səncə hər iki tərəfindən vergül qoyulsa modal söz kimi işlənmiş olar. 98. Nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Bizim qazancımız bu oldu ancaq, yəni yalnız bu oldu. Yalnızdan əvəz eləyə biliriksə, ədat kimi işlənmiş olur. Daha sonra 99. Hansı ədatlar ikinci şəxsin təkində işlənən feilin əmr şəkli ilə oxşarlıq təşkil eləyir? Qoy, bax, gör. Yəni sən qoy, sən bax, sən gör. Həm feil kimi işlənir, həm də ədat kimi işlənə bilirlər. 100. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Nədir susmağının səbəbi səncə? Bu işdə tələsən uduzar məncə. Bunlar nədir? Modal sözdür. Cavabımız C variantıdır. 101. Biri ədatdır. Ədat kimi işlənir. Demək, burada ədat kimi işlənən bəs sözdür. Cavabımız C variantı. 102. Biri ədatdır, məgər sözdür. Cavabımız A variantı. 103. Cərgələrin birindəki ədatlar digər köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Ədatlar. Bax və belə ədatları olar. Çünki bax sözü həm ədat, həm feil kimi, belə ədat və əvəzlik kimi işlənir. 104. Cərgələrin birindəki ədatlar digər köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Ədatlar. Demək, burada 2-dən ancaqdır. Çünki 2-dən ancaq həm də bağlayıcı kimi işlənə bilir. 2 ədatdırsa, 2-dən sonra vergül qoymuruq, bağlayıcıdırsa vergül qoyuruq. Və ancaq bağlayıcıdırsa ammadan əvəz edirik və özündən əvvəl vergül qoyulur. Ədatdırsa yalnızdan əvəz edirik, özündən əvvəl vergül qoyulmur. 105. Nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Çəkdi illər bu dərdi, çəkən bilər bu dərdi. Könlümdən silsə ancaq yalnızdan əvəz eləyə bilirik, ədat kimi işlənmiş olur. 106. Bunlardan biri nida və feil kimi işlənə bilir. Hansı sözdür? Ax sözdür. Ax. Nida kimi, bir də axmaq feil kimi işlənir. 107. Bənzətmə və müqayisə mənalı modal sözün işləndiyi cümləni müəyyən edin. Yəni sanki, elə bil, güya bu tip modal söz olmalıdır. Bənzətmə, müqayisə, elə bil D variantındadır. Cavabımız olur
D variantı. 108. Ay Sədir, məncə daha Kərəmov kimi adamlardan cəmiyyəti təmizləməyin vaxtı çatıb. Cümləsində köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Ay nidadır, məncə modal sözdür, daha ədatdır, Kərəmov kimi qoşmadır. Burada bağlayıcıdan istifadə olunmayıbdır. Cavabımız olur A variantı. 109. Nümunədə ədatın hansı məna növü işlənib? Eyni vardan var olmuşuq, sən gümüşsən, mən tunçmuyam. Bu nədir? Ədat kimi, ədatdır və sual ədatı kimi işlənmiş olur. Cavabımız olur B variantı. 110. Hansı cümlədə Hansı cümlədə ədat işlənməyib? Həkimin məsləhətlərinə əməl edirsənmi? Mi ədatdır. Dayan, mən də bir kəlmə deyim də. Də burada ədatdır. C variantında tək ədatdır. D variantında məgər ədatdır. Yığıncağa qonşu məktəbdən də gələnlər vardı. Burada ədat yoxdur. Da orada bağlayıcı kimi işlənir. 111. Bir qayaya söykənmişəm, deyirəm kaş. Kaş burada ədatdır. Bax, beləcə daşa dönəm. Bax da cümlədən çıxarda bilirik, yenə ədatdır. Cavabımız C variantıdır. 112. Cümlələrin birində tək sözü ədat kimi işlənir. Yəni təki yalnızdan əvəz eləyə bilək. O universitetə tək getmişdi. Hərəkətlə bağlıdır, zərfdir. Evdə tək qalmaq yenə hərəkətlə bağlıdır, zərfdir. Tək övlad isimlə bağlıdır. Demək ki, sifətdir. Bütün ümidimiz tək sənsən, yəni yalnız sənsən. Yalnızdan əvəz eləyirik, ədətdir. Y variantında da bitişik yazılıb sözə qoşma kimi işlənmiş olur. 113. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Demək, gah işlənibdir, gah bağlayıcıdır. Axşamüstü qoy uzaqdan, qoy ədatdır. Havlansın xanın səsi, Qarabağın şikəstəsi. Demək, burada həm bağlayıcıdan, həm də ədatdan istifadə olunubdur. Cavabımız C variantıdır. 114. Məktəbi bitirənə qədər mənimlə eyni partada oturmuşdu. Cümləsində işlənmiş köməkçi nitq hissələrini müəyyən edin. Məktəbi bitirənə qədər qoşmadır. Mənim ilə yenə qoşmadır. Qoşma. Cavabımız olur C variantı. 115. Nəticə bildirən modal sözlərin cərgəsini müəyyən edin. Xülasə, deməli, nəhayət. Cavabımız olur A variantı. 116. İlə hansı cümlədə qoşma kimi işlənib? Məzunları səmimiyyətlə qarşıladılar. Necə səmimiyyətlə? Burada zərf düzəldən şəkilçidir. Əskərlərimiz cəsarətlə vuruşurdular. Necə vuruşurdular? Cəsarətlə. Burada da zərf düzəldən şəkilçidir. Əskərlərlə zabitlər ləni vədən əvəz eləyə bilirik, bağlayıcıdır. Ana və bala yenə bağlayıcıdır. Qonaqları dağ yolu ilə gətirmişdilər. Dağ yolu ilə. Burada ilə nədir? Qoşma kimi işlənir. Cavabımız C variantıdır. 117-ci sual. Qoşma işlənmiş cümləni müəyyən edin. Qoca güclə ağır-ağır danışırdı. Necə güclə? Burada zərf düzəldən şəkilçidir. Nənəm və babam və bağlayıcıdır. Sən çıxdın qarşıma duzla çörəklə. Burada isə duz ilə çörək ilə nədir bu? Qoşma kimi işlənmiş olur. Yəni duz və çörək ilə demək orada düzgün deyil. Çünki duzluya və artırsaq çörəklə burada yenə lalə qalır. 118. Qoşma işlənmiş cümlədir. Qız həyəcanla danışırdı. Necə həyəcanla? Burada zərf düzəldən şəkilçidir. Rəssam tablo üzərində necə çalışırdı? Sə ilə. Yenə lə orada zərf düzəldən şəkilçidir. Ana oğlunu necə yola saldı? Təmtəraqla zərf düzəldən şəkilçidir. Əskərlərimiz mühasirəni asanlıqla yardılar. Necə asanlıqla? Zərf düzəldən şəkilçidir. Aysel telefonla danışırdı. Nə ilə? Telefonla. Cavabımız olur Y variantı. 119. Doğru sözünün qoşma kimi işləndiyi cümləni müəyyən edin. O hər şeyi doğru danışdı. Hərəkətlə bağlıdır. Bu nədir? Zərf kimi işlənir. Uşaq anasına doğru hal şəkilçili sözə qoşulur. Bax, bu nədir? Qoşma kimi işlənmiş olur. Doğru söz. Doğru söz ismlə bağlısa sifətdir. Doğru büdrüyər, yəni doğru adam mənasında. Yenə burada sifətdir. Doğruya zaval yoxdur, yenə sifətdir. İsmait şəkilçi qəbul edilibdir. İsimləşib nitq hissəsi baxımından sifət olaraq qalır. Cavabımız B variantıdır. 120. Kimi qoşması tək qoşmasının sinonimi olduqda ismin hansı hallarında olan sözlə işlədilir? Sənin kimi, sənin tək. Demək nədir? Hansı hallarda deyir? Sənin kimi, sənin tək. Adlıq və yəlik hallarda olur. C variantıdır cavabımız. 121. Qoşma və əvəzlik kimi işlənə bilən sözü müəyyən edin. Həm qoşma, həm əvəzlik kimi sözüdür.
hal şəkilçili sözə qoşulursa qoşmadır. Məsələn, evə kimi getdi. Bir də var, kim yazı yazır, kim dərs oxuyurdu. Burada isə əvəzlik kimi işlənir. 122. Hansı cümlədə ilə qoşmadır? Şəkil fırça ilə. Nə ilə? Bax, elə burada qoşmadır. Dünya və cahan vədən əvəz eləyə birlik bağlayıcıdır. Həyəcanla necə zərf düzəldən şəkilçidir. Əli və vəli və bağlayıcıdır. Səylə necə zərf düzəldən şəkilçidir. 123. Tərkibində tabellik bağlayıcısı işlənmiş cümləni müəyyən edin. Demək, tabellik bağlayıcısı və tabelsizlik bağlayıcısıdır. Madam ki, nədir? Tabellik bağlayıcısıdır. Cavabımız B variantıdır. 124. Ki, hansı cümlədə bağlayıcı kimi işlənmişdir? Burada deməyib, vergül buraxılıb. Ona görə rahatlıqdan 2-dən sonra vergül varsa onu götürək. Sənə yaraşmaz ki, cavabımız olur Y variantı. 125. Hansı bağlayıcıdan sonra vergül qoyulur? Burada ki bağlayıcısından sonra vergül qoyulur. 126. Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır. Ey, sən hara gedirsən? Burada vergül qoyulur. Pəh, bu mənim işimdir, xanım. Vergül qoyulur. Vay, dədəm qoyulur. Bıy qoyulur. Agədə. Agədə adan sonra vergül olmamalıydı. Agədədən sonra olmalıydı vergül. Cavabımız C variantıdır. 127. Sözə bitişik yazılan ədatları müəyyən edin. Sana və ca bitişik yazılır. Cavabımız olur C variantı. 128. Hansı qoşmalar sözə bitişik yazılır? Dək, demək ca-cə, dək, bir də can-cə. 3, 4, 5. Yəni ki, tək hecalı qoşmalar sözə bitişik yazılır. 129. Qarşı, doğru, əvvəl, qabaq qoşmaları ismin hansı hallarında işlənən sözlərə qoşulur? Evə qarşı, evə doğru, yönlük haldır. Səndən əvvəl, səndən qabaq çıxışlıq haldır. Yönlük və çıxışlıq. Cavabımız B variantıdır. 130. Bəri, ötürü, sarı tərəf qoşmaları ismin hansı hallarda işlənən sözlərə qoşulur? Məsələn, 1990-cı ildən bəri, səndən ötürü, çıxışlıq hala, evə sarı, evə tərəf. Çıxışlıq və yönlük hal. Cavabımız olur B variantı. 131. Nümunədə hansı köməkçinin hissələr işlənmişdir? Biz el yolunca, el yolu ilə, can burada qoşmadı, yanaşı addımladıq, heç danışmadıq, heç də ədatdır. Qoşmadan ədatdır. Cavabımız B variantı olur. 132. Nümunədə hansı köməkçinin hissələr işlənmişdir? Sevən könüllər üçün, yəni üçün. Gülüm, uzaqlıq ən böyük, ən gözəl yaxınlıq olur. Üçün qoşmadır, ən də ədatdır. Qoşma və ədat. Cavabımız olur Y variantı. 133. Kaş mən də sənin kimi sərbəst olaydım. Nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənməmişdir? Kaş ədatdır. Həmçinin mən də bağlayıcıdır. Demək, ədat var, bağlayıcı var. Modal sözdən nida işlənməyib. Cavabımız A variantıdır. 134. Bəlkə onun da oğlu qanlı döyüşlərdədir. Kim bilir, o bəlkə də mənimlə bir dərddədir. Nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənməmişdir? Bəlkə, demək, modal sözdür. Həmçinin onun da bağlayıcıdır. Kim bilir, o bəlkə də. Demək, işlənməmişdir deyir. Mənim ilə qoşmadır. Demək, modal söz var. Bağlayıcı var. Qoşma var. Ədatdan nida yoxdur. Cavabımız D variantıdır. 135. Hansı sözlər həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənir? Məsələn, A variantında D əsas nitq hissəsi kimi işlənməz. Ki işlənməz. Ki yenə işlənməz. Məgər işlənməz, axı işlənməz. Y variantı. Qoy təkcə necə? Qoy feil və ədat kimi təkcə məsələn, zərf kimi də işlənə bilər. Ədat kimi də işlənə bilər. Necə əvəzlik ədat kimi işlənə bilər.